Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının 12-sidir, həftənin cümə axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Müdafiə Nazirliyindən əskər ailələrinə müraciət var. Müraciətdə qeyd olunur ki, fevral ayı ərzində gənc əskərlərlə görüşlər yalnız 15 və 22-si tarixlərdə keçiriləcək. News 365 saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara, valideynlərə, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin digər doğma və ögey qohumlara, qardaş və bacılara icazə veriləcək. Şəxsi heyətin sağlamlığının qorunması məqsədi ilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur. Bu balın, bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətirəcək ki, nə? Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.